Vaxtınız xeyir, mən Əli Əhmədov. Sizi Göyçayın Çaxırlı kəndindən salamlayıram. Bütün Göyçay olduğu kimi Çaxırlı kəndi də öz meyvə bağlarına, müxtəlif meyvələrin əkildiyi bağlarla məşhurdur. Göyçayın əsas meyvə olan kəndlərindən biridir və biz bugün aqrar sığorta olaraq bu kənddə alça bağı təsərrüfatına biz ödəniş həyata keçirmişik. Təsərrüfatın rəhbəri Vüsal Qasımov. İndi biz görüşürük, hər vaxtınız xeyir Vüsal müəllim. Birincisi keçmiş olsun deyirəm. Düzdür, ödəniş vermişik, amma istənilən halda fermer ziyanla üzləşibdir. Ona görə də arzu edirik ki, belə hallar baş verməsin. Ona görə də bizim bağ sahiblərinə, bizim dinləyicilərimizə, fermerlərimizə maraqlıdır. Birincisi, öz təsərrüfatınız haqqında qısa məlumat verin və deyin ki, necə oldu ki, sığortalamaq qərarına gəldiniz? Buyurun. Hər vaxtınız xeyir olsun. Birinci xoş gəlmisiniz. Bizim bu sığorta bağı sığortalamaqda fikrimiz bundan ki, təbii fəlakətlərin artması nəticəsində biz bu fikrə gəldik ki, bağları sığortalatdıraq. Biz də sığortanın necə deyirlər, əməkdaşı, Mərkəzi Aran filialının əməkdaşı bizə məsləhət gördü. Biz də o minvaldan gördüyünüz bu alça bağını sığortalatdırırıq. Nə qədərdir bağın ərazisi? Hardasa 4 hektara yaxın sahədir. Onun müəyyən hissəsi alça bağıdır. Həmən bu alça bağında da biz sığorta elətdirdik. Təxmini may ayı, iyun ayı əvvəlləri qasırğa nəticəsində bizə ziyan dəymişdi. Bir şey soruşum, o həmin hadisə keçməmişdən əvvəl. Niyə görə sığortaladınız? Yəni burada təbiət hadisələri baş verirdi, zərərlə üzləşmişdiniz. Bəli. Ondan bir il arxaya bizə külək nəticəsində həddindən artıq güclü ziyan dəymişdi. Həddindən artıq güclü ziyan dəydi. Külək olmuşdu. Bəli. Sığorta eləməmişdik. Necə deyim, sığorta elətdirmədiyimizə görə ziyanın heç cür ziyanın necə deyim, çıxa bilmə olmadı. Bəli. Ona görə də fikrimiz var ki, bir gündən sonra inşallah tək necə deyim, olmasın, əsas məsələ olsun. Olmasın. Amma fikrimiz odur ki, bütün bağları inşallah sığortalatırlar. May ayında qasırğa hadisəsi baş verdi, Bəli. Sonra müraciət elədiniz. Bəli, müraciət elədim. Gəldilər, əməkdaşlar baxdılar, ekspert gəldilər, baxdılar. Aha, bəli. Dəymiş ziyanı necə deyim, ödədilər. Mən indi də baxıram, burada budama işləri həyata keçirilib, elə mi? Bəli. Bizim işçilər də orada. Hal-hazırda budama işlər gedir bağda. Bəli, belə bu deyil, bu axıra kimi budanmış belə bir budaqlardır. Bəli. Yəni prosesi özünüz görürsünüz. Burada ən çox bağlarla bağlı təbiət hadisələrinə nə baş verir? Qasırğa? Əsas qasırğadır, bəli. Əsas qasırğadır. Küləkdir, bəli, bizi çox necə deyim, ziyan verən küləkdir. Və şaxta vurma necə? Şaxta vurma bizim aran zonasında elə güclü olmur. Bura bəli, aran zonası olduğuna görə aran zonasında elə şaxta vurma necə deyim, elə necə %1 olar ki, ekstrem ol, bəli. Yeri gəlmişkən, bir qədər əvvəl deməli Göyçayın digər bir kəndində biz olmuşduq. Həmin o kənddə də şaxta vurma hadisəsi olmuşdu. Yeri gəlmişdi. Deyəsən orada relyefi biraz fərqli idi. Ola bilər o dağlıq relyeflədir. Bəli, orada olmuşdu. Bığır kəndinin ətrafındaydı. Orada şaxta vurma hadisəsi oldu, nar bağında. Orada da ödəniş elədik. Əslində Vüsal müəllimin dediyi necə deyirlər, hadisə bizim ölkənin bütün ərazisi üçün xarakterlikdir. Aqrar sığorta yeni yarananda biz qasırğanın bu qədər zərər vuracağını düşünmürdük. Ona görə də daha çox şaxta vurma, dolu haqqında düşünürdük. Amma qasırğa demək olar ki, bütün bitkilərə, bütün əkinlərə olduqca böyük zərər vurur. Sadəcə bir küləyin olması iki meyvəni bir-birinə vurdusa, bəli, zay edir. Artıq meyvə zay olur. Necə deyirlər, onun bazara da çıxma mümkün deyil. Çünki keyfiyyət yoxdur, keyfiyyət məhv olur. Bəli, ona görə də yeganə bir yol, məsələn, siz özünüz də görürsünüz ki, hadisənin qarşısını heç cür almaq mümkün deyil burada. Mümkün deyil, yox. Yəni, bu maşın deyir ki, üstünü örtəsən, nə bilim, ev deyir ki, necəsə təmir eləyəsən, açıq. Bir dənə variant odur ki, sığortaladıq, müəyyən dəymiş ziyanın müəyyən hissəsini dövlət necə deyim, sığorta şəklində verir. Bu da ziyanın yarısından qayıtmaq da bir xeyirdir. Yeri gəlmişkən, aqrar sığorta meyvə bağları üçün ödənişləri kəskin artıb. Təkcə 2024-cü ildə 700 min manatdan çox meyvə bağlarına ödənişlər edilibdir. Hələ hadisələr üzrə ödənişlər davam eləyir. Şaxta vurmadan da 130 min manatdan çox şaxta vurma hadisəsi üzrə ödəniş edilibdir. Bunlar hamısı fermerlər üçündür, dövlət tərəfindən verilən dəstəkdir və arzu edilir ki, belə hallar olmasın. Bəli. Amma hər ehtimala qarşı zərəri qarşılamaq üçün, ehtimalların qarşısını almaq üçün sığortalanmaq çox faydalıdır.
Uğurlar arzu edirəm Vüsal Çox sağ müəllim. olun. Keçmiş olsun deyirik. Sağ Belə olun. hallar baş verməsin. Sağ olun. Növbəti təsərrüfatlarda görüşənək salamat qalın.